Salam değerli müəllimlər, hər vaxtınız xeyirli olsun. Mən Əliyeva Sevinç. Bugün mən sizə 5-ci sinif texnologiya kitabından oduncaq hissələrin birləşdirilməsi, yəni 13-cü mövzumuz haqqında geniş məlumat verəcəm. Müəllimlər, oduncaqdan hazırlanan məmulatları birləşdirmək üçün nədən istifadə edirdik? Əlbəttə ki, şurup, mismar və yapışqandan istifadə edirdik. Elə bugün biz sırf mismar, şurup, yapışqanla işləmə qaydaları, onlar haqqında geniş məlumat əldə edəcəyik. Məlumata keçməzdən öncə müəllimlər, hər birinizə MİQ və sertifikasiya imtahanlarında uğurlar arzulayıram. Video izahlarımızı dinləməklə ən geniş şəkildə dərslərdən məlumatlı olub, dərsi dəqiq şəkildə, düzgün şəkildə başa düşərək mənimsəyə bilərsiniz. Qeyd etdiyim kimi, müəllimlər daha çox açar məqamlara qaçmayın. Açar məqamlar sadəcə əzbərçi mənanı daşıyır. Sizin üçün rahat olan o dərsi anlayıb başa düşməyinizdir ki, o sizin yadınızdan heç zaman çıxmayacaq. İndi isə gəlin ilk öncə mismarlar haqqında danışağın. Görəyin mismar hansı hissələrdən ibarətdir? Mismarlar başlıq, mil və uc hissədən ibarətdir. Hansı hissələrdən ibarətdir? Başlıq, mil və uc hissədən ibarətdir. Təyinatına görə də mismarlar bir-birlərindən nəyinə görə fərqlənirlər? Əlbəttə ki, təyinatına görə mismarlar bir-birlərindən diametrlərinə, uzunluqlarına, başlıqlarının formalarına görə fərqlənirlər. Biz mismarları vuran zaman mütləq şəkildə nədən istifadə etməliyik? Çəkicidən istifadə etməliyik. Ən qədim birləşdirici də elə mismar hesab olunur. Sökülməyən birləşmə hesab olunur. Poladdan, bəzən də mismardan, misdən və yaxud da birincidən hazırlana bilər. Burada poladlar, paslanmayan poladdan hazırlananları da olur. Bəzən elə poladdan hazırlanır ki, paslanır da. Bunu nəzərə alınaraq hazırlamaq lazımdır. Biz ilk öncə mismarı vurmazdan da əvvəl, ilk öncə onun yerini nişanlamalıyıq. Deməli, mismarın vurulma əməliyyatında birinci iş nədir müəllimlər? Düzgün nişanlamanın aparılmasıdır. Sonra isə biz bu zaman nazik detal, qalın detala vurmalıyıq. Çəkicidən istifadənin düzgün aparılmasıdır. Çəkici elə tutmalıyıq ki, biz çəkici sağ əlimizlə tutmalıyıq. Deməli, çəkic hansı əllə tutulmalıdır? Müəllimlər, sağ əllə tutulmalıdır. Əl dəstəyi ucundan ən azı 20-30 milli məsafədə olmuş olsun. Biz bu zaman nə edəcəyik? Sol əlimizlə mismarın tutacağıq. Deməli, mismarı hansı əlimizlə tuturuq? Mismarın özünü sol əlimizlə, çəkici sağ əlimizlə tuturuq. Əvvəlcə mismarı sol əlimizin baş və şəhadət barmaqları ilə tuturuq. Sonra isə sağ əlimizdə istifadə etdiyimiz çəkicilə ona yüngül zərbələr vururuq. Yüngül zərbələr vuran zaman o nişanladığımız nöqtəyə mismarı tutmuşuq. Bu zaman o baxırıq ki, mismar oduncağa girdi. Girəndən sonra biz sol əlimizi mismardan geri çəkirik, yığışdırırıq. Sonra isə sağ əlimizlə çəkic vasitəsilə daha möhkəm zərbələr vurmaqla mismarın oduncağa daxil olmasına şərait yaratmış oluruq. Vuran zamanda mismar əyilə bilər. Bu zaman biz nə edəcəyik? Əlbəttə ki, mismar əyilərsə biz bu zaman nə edirik? Bu zaman, baxın, biz burada görürsünüz, çəkiclə vurulmanı göstərib. Hətta şəhadət barmaqla tutulmanı da göstərik. Burada çəkicin ağzında xüsusi yarıq olur və yaxud da kəlbətindən istifadə edə bilərik. Ondan istifadə etməklə o mismarı oduncaqdan çıxardacağıq. Bu zaman da zədələnməmək üçün otlanın səthini kəlbətin və ya çəkicin başlığının altına taxta parçası qoyacağıq. Əgər vurulan mismarın ucu digər tərəfdən çıxarsa, baxın, burada da bax, əyilmədə burada oduncaq parçasında görürsünüz, göstərib sizin üçün. Müəllimlər, vuran zaman ucu digər tərəfdən çıxarsa, onu metal sağanağın üzərində əyirik, düzəltmə lövhəsində, yenidən oduncağa vururuq. Bu da möhkəm etibarlı, möhkəm birləşmənin alınmasına şərait yaratmış olacaq. Növbəti birləşdirmə üsulumuz isə şuruplarla birləşmədir. Şuruplarla birləşmə mismarla birləşmədən daha etibarlı hesab olunur. Sökülə bilən birləşmələr hesab olunur. Şuruplarla birləşmə üstünlüyü ondan ibarətdir ki, etibarlı olur, sökülüb yığıla bilir və oduncağın yarılma riskini də azaldır. Əgər biz burada əvvəlcədən nişanlama aparmışıqsa, yarıq açmışıqsa, üzr istəyirəm, o zaman orada oduncağın yarılma riski mismara nisbətən daha etibarlı azalmış olur. Yəni, mismarla vurmada oduncaq daha çox yarıla bildiyi halda, şurupla birləşmədə yarılma riski azalmış olur müəllimlər.
Şuruplarla birləşmədə biz düzgün vintaçandan istifadə etməliyik. Yəni şurubu açıb bağlamaq üçün biz vintaçandan istifadə edəcəyik. Bunun üçün də mütləq şəkildə onun növünə uyğun olan şuruplardan, vintaçanlardan istifadə edəcəyik. Şurubu da düz bucaq altında istifadə edərək vuracağıq müəllimlər. Şuruplarla birləşmə dedik ki, başlıq, vin şəkilli mil və uc hissədən ibarətdir. Vin şəkilli mil nədir? Müəllimlər, baxın, vin şəkilli mil deyir. Biz axı dedik ki, daha bir etibarlı birləşmədir. Çünki onun vin şəkilli milli daha möhkəm tutunmanı təmin eləyəcək. O vin şəkilli mil gizli olur, yivli olur və yivlər oduncağın möhkəm yapışmasının təminatını həyata keçirtmiş olur. Bir-birlərindən təyinatına görə də uzunluğuna, qalınlığına və başlığının formasına görə seçilirlər. Başlıqlarının formasına görə də şuruplar 3 cür olurlar. Neçə cür olur müəllimlər? 3 cür olur. Gizli, yarım gizli və yarım dairəvi. Gəlin indi baxağın görəyin. Bunlardan ən geniş istifadə olunadır. Şuruplar başlıqlarının formasına görə ən çox istifadə olunanı isə gizli şuruplardır. Gizli şurupların başlığı konus formasında olur. Nə formasında olur müəllimlər? Konus formasında olur. Yarım dairəvi başlıqlı olan şurupların başlığı isə yarım kürə formasında olur. Yarım gizlilərdə isə konusla yarım kürənin arasında olur. Yəni onun alt hissəsi konus formasında, üst hissəsi isə oval və qabarıq formada olur. Odunacağa tamamilə batmır da. Məsələn, gizli şuruplar daha çox batmalı da yarım gizli şuruplar çox batmır. Ən geniş istifadə olunan isə gizli şuruplar hesab olunur. Gəlin şəklimizdə isə şuruplar haqqında məlumat eləyək. Baxın, bu yarım dairəvi şuruplardır. Bunu necə yadda saxlayırsınız? Görürsünüz, daha çox göbələyə oxşuyur bu hissəsi. Göbələklə yadda saxlayırsınız. Sonra isə ikincisi isə gizli şuruplardır. Baxın, burada isə gizli şurupları yadda saxlayın ki, bunun ağzı açıq kimi yadda saxlayın da. Bu ağzı görürsünüz açıqdır, üst qapağı yoxdur, qapaqsızdır. Amma yarım gizli şurupları isə müəllimlər, baxın burada elə bir ki, bu ağzı açıq edirsə, bunun ağzı örtülüdür. Bununla yadda saxlayarsınız. Şəkilləri yadınıza saxlaya bilmirsinizsə. Şuruplama əməliyyatı özü nədən ibarətdir? Şurubun başlığı üçün düzgün yuvanın açılmasından, vintaçanla şurubun burulub bərkidilməsindən. Axı biz dedik ki, şurubu burub bərkidəndə biz vintaçandan istifadə edəcəyik. Şuruplama əməliyyatında isə şurubun başlığı üçün düzgün yuvanı açmalıyıq. Buna diqqət etməliyik. Şurubu vuran zamanda mütləq şəkildə müəllimlər nə etməliyik? Düz bucaq altında. Bunu 90 dərəcəlik bucaq altında. Amma vintaçandan isə uyğun növünə uyğun vintaçandan istifadə etməliyik. Müəllimlər, indi isə biz oduncaq hissələrinin birləşdirilməsində digər növ olan yapışqanla birləşdirmə haqqında danışacağıq. Əksəriyyəti oduncaqdan olan detallarda daha çox istifadə olunan, oduncaqlarda istifadə olunan yapışqanla birləşmələrdir. Yapışqanla birləşmələr özləri iki cür olur, təbii və sintetik yapışqanlar. İlk öncə danışacağıq sintetik puba yapışqanını. Biz buna polivinil asetat yapışqanı da deyə bilərik. Ağ rəngində olur, qatı maye şəklində olur, fırça ilə yaxılır. Məktəb tədris emalatxanalarında da istifadə olunur. Qoxusuz yapışqandır, su ilə təmizlənə bilir. Yəni suya davamlı deyil. Bəziləri davamlı olduğu halda, bəziləri davamsız hesab olunur. Məsəl üçün D2-lər, D3-lər davamlı deyil. Məsəl üçün D4 özü davamlıdır. Baxırda məsəl üçün çox da davamlı deyil. Amma məktəb tədris emalatxanalarında bundan başqa təbii yapışqanlar olan kazein və xarat yapışqanlarından da istifadə edirik. Kazein yapışqanı təbii yapışqandır. Sarımtı rəngdə olur, toz şəklində olur. Biz onu suda həll edirik, yaxşıca qarışdırırıq və 3-4 saat ərzində istifadəyə yararlı olur. 3-4 saat keçərsə bu zaman istifadə yararsız olaraq o bərkir. Bu zaman isə biz 3-4 saatdan sonra kazein yapışqanından istifadə edə bilmirik. Amma indi isə biz sizinlə təbii yapışqanımızın digər növü olan xarat yapışqanları haqqında danışacağıq ki, xarat yapışqanları da özləri təbii yapışqanların növü hesab olunurlar. Bu yapışqanlar özləri də sümüyün ılığından, sümükdən hazırlanırlar müəllimlər. Oduncaq detallar yapışdırılmazdan əvvəldən mütləq şəkildə istər peva yapışqanı olsun, istər kazein yapışqanı olsun, istər xarat yapışqanı olsun. Yəni bizdən bunun yapışdırılma texnologiyasını soruşanda biz nə edirik? Birinci müəllimlər onun səthini çəkdən, rəkdən, pasdan, tozdan təmizləyirik. Deməli, oduncağın səthinin birincisi nə idi? Təmizlənməsi prosesidir. Sonra isə biz o yapışqanın çəkirik. İkinci mərhələ nədir? Yapışqanı çəkirik. Burada diqqət etməliyik ki, deməli birinci mərhələdə nə etdik? Tozdan, çikdən təmizlədik. Oduncaq
altına taxta parçası qoyuruq. Sonra isə taxta parçası qoyandan sonra isə onun oduncağına yapışqan çəkirik. Yapışqanın hopub bərkiməsi üçün 2-3 dəqiqə kənarda gözləyirik. Sonra isə onları bir-birinə birləşdiririk. Yapışdırılan detalları götürürük. Vertsakın sıxacında həm üst tərəfdən, həm ət tərəfdən olmaqla o taxta adlı oduncaq qoymaqla tam bərkiyənə qədər 24 saat ərzində biz onun tam bərkiyib hopmasını gözləyirik. Ondan sonra oradan o vertsakın sıxacından götürürük. Buna diqqət eləyən şəklimizə diqqətlə baxırıq. Müəllimlər, hissələrin sıxacıda yapışdırılması göstərilib bizə. Baxın, görürsünüz, buradakı birinci detalımız ve ikinci detalımız. Bu birinci detalla ikinci detalı birbirine yapıştırıblar. Üçüncü arasında görürsünüz bu xüsusi madde var ki o yapışkandı. Dördüncüsü ise bu özü vitli sıxacın gövdə hissəsidir. Beşincisi sıxıcı vintdir. Biz onu bax bu 6-cı dəstək vasitəsilə bura məsəl üçün qoyduq. Dəstəklə bunu belə-belə fırlatmaqla onu ora tam bərkitməsini həyata keçirdirik. Müəllimlər, bu zamanda biz təhlükəsizlik iş qaydalarına riayət etməliyik. Dediyim kimi burada möhkəm çəkicdən istifadə etməliyik. Diqqət etməliyik, yoldaş arxamızda dayanmasın. Nova uyğun vint açandan istifadə etməliyik. Şurubu düz bucaq, 90 dərəcə bucaq altında həyata keçirtməliyik. Əl ilə onu tutmaq olmaz. Şurubu burduqda onun başlığında çıxıntı qalıbsa sumbata kağızı ilə və yeyə vasitəsilə onu təmizləməliyik. Hissələri yapışdıranda yalnız taxta atlıq üzərində yapışdırmalıyıq. Yapışqanla işləyəndə əllərimizi, gözlərimizi qorumaq üçün qoruyucu eynəklərdən istifadə etməliyik. Əllərimizi yumalıyıq, sabunlamalıyıq. Əlcəklərdən də istifadə etməyi unutmamalıyıq müəllimlər.